Hə, köhnələr, sabahınız xeyir olsun. Dünən hələ ictimai nəqliyyatda gedirdim, avtobusda. Bir vətəndaşla söhbətimiz açıldı. Məlum oldu ki, həmən o vətəndaş özü də buralıdır. Yəni ki, bu Tanduzda buranı, bu Təzəpirin ətrafında olan Bayır şəhər adlanan Bakının bir qədimi məhəlləsidir, qədimi yeridir. Yəni burada əslən köklü Bakılılar, yəni ata-babadan olan mülklərin sahibləri yaşayan Bakılılardır. Daha doğrusu yaşayırdılar. Hal-hazırda siz görürsünüz ki, yer sökülüb və burada neysə inşa olunacaq. Açığı bilmirəm nə, açığı bilmirəm buranı, yəni kim inşa eləyir, dövlətdirmi, yoxsa bu pilot bir proyektdir, söhbət ondan getmir. Yəni, mən söhbətdən başa düşürəm, yəni bu məsələnin ətrafında olan söhbətlərdən ki, burada böyük bir narazıçılıq var sakinlər tərəfdən və sakinlər mütəmadi olaraq öz etirazını bildirirlər, bu barədə danışırlar. Amma ki, gəlin belə deyək də, əyri oturaq, düz danışaq. Belə boş-boşuna, yəni qara qışqırıqla heç nə alınmayacaq da. Açıq ümumiyyətlə, yəni buranın sakinlərinin bu məsələyə yanaşması məncə biraz düzgün deyil. Gəlin, yəni neysə bir bacardığım qədər sizə məsləhət verim də. Yəni, bax, ay sakinlər, əgər siz hesab edirsiniz ki, sizin haqqınıza girirlər, burada neysə bir qanunsuz iş baş verirsə, birinci siz gərək bunu sübut edirsiniz. Onu da sübut eləmək üçün siz mütləq gərək vəkilə müraciət edirsiniz. Boş-boşuna videolar çəkməklə, yığışıb bir yerdə qışqır-bağırla heç nə alınmayacaq. Mütləq siz gərək vəkil tutasınız. Başa düşürsünüz məni? Onu da mən sizə deyim ki, yəni vəkil belə ucuzlu bir şeydə ördəqə fikirləşirsinizsə 100 manat, 200 manatla iş keçəcək, xeyr. Yəni artıq bir neçə min xərcləməyə hazır olun. Amma siz vəkil tutandan sonra, yəni artıq burada nəsə nöqsan tapmaq, məsələn tikintidə, nə bilim, ya söküntüdə, yaxud əmək təhlükəsizliyin qayda qanununa riayət eləməmək, bu artıq o vəkilin işi olacaq. Hətta siz bu işə bir-iki dənə də məsələn tikinti üzrə mütəxəssisləri də dəvət eləsəniz, sizin şanslarınız çoxalacaq. Yəni sonra məhkəmə nəticəsində siz qalib gəlsiniz, demək olar ki, sizin bütün tələbləriniz onda yerinə yetiriləcək. Heç vaxt yadınızdan çıxartmayın ki, biz dövlətik, dövlətin məhkəmə sistemi var, qanunvericiliyi var və ona görə yəni elə belə boş-boşuna video çəkmək, gəlmək, qışqırmaq, dalaşmaq, bunu ilə heç bir iş düzəlməyəcək. Mənim yadıma düşdü öz bir məsələm, çoxdan mənim də bir məhkəmə məsələm olmuşdu. Orada mənim vəkilim bir yaxşı söz demişdi. Demişdi ki, məhkəmədə vəkil olmayanda hakimlərdir, at oynadır. Bu qədər qəlbdən qəlbə.